Salam əziz şagirdlər, Hilal kurslarının təşkil etdiyi MC3 sınaq imtahanının tarix fənni üzrə video izahına xoş gəlmişsiniz. Bu videoda sizlərlə birlikdə sınaqda yer alan sualları tək-tək analiz edəcək, doğru cavabların əsaslandırılmasını, tez-tez qarışdırılan mövzuları və imtahan zamanı istifadə edə biləcəyiniz strategiyaları paylaşacağıq. Məqsədimiz təkcə cavabları göstərmək deyil, həm də sizə məntiqi düşünmə və yanaşma bacarığı qazandırmaqdır. Hazırsınızsa başlayaq. 76-cı sualdan başlayırıq. Şəhərlərin meydana gəlməsinin aşağıdakı ardıcıllıqdan hansı doğrudur? Deməli, bilirik ki, şəhərlər mövzusundan, şəhərlər necə yarandı mövzusundan bilirik ki, öncə istehsal təsərrüfatı yaranmalıdır. Daha sonra, deməli, insanlar oturaq həyata keçməlidir. Yəni 1-5 ardıcıllığı və daha sonra insanlar kənd tipli yaşayış məskənləri yaratmalıdırlar və ondan sonra həmən bir müddət sonra kənd tipli yaşayış məskənləri qəsəbələrə çevrilməlidir və daha sonra da təbii ki, ticarət, sənətkarlıq və ticarət inkişaf etməlidir və şəhərlər böyüməlidir, iri şəhərlərə çevrilməlidir. Ona görə də 1, 5, 4, 3, 2 ardıcıllıq olmalıdır. C cavabı burada doğru cavabdır. Davam edirik 77-ci sualdan. Bayandurlu hökmdarı Həsən Padşahla Əfşarlar dövlətinin hökmdarı Nadir Şahın mərkəzi hakimiyyəti gücləndirmək üçün həyata keçirdikləri tədbirlərin oxşar xüsusiyyətlərini müəyyən edin. Deməli, bizə Həsən Padşahla Nadir Şahın oxşar xüsusiyyəti lazımdır və biz oxuyuruq burada A cavabından başlayırıq. Ölkə iqtisadiyyatını gücləndirmək üçün ordunun əsasını təşkil edən köçəri maldarlardan vergilərin azad edilməsi. Xeyr, köçəri maldarlar az da olsa bilirsiniz ki, vergilər ödəyirdilər. Ona görə A yanlışdır. Bəzi vəzifələri ləğv etməsi nəticəsində xəzinənin gəlirlərinin xeyli artırması. Xeyr, yəni Həsən Padşahda belə bir şey yoxdur. Ondan sonra C. Yerli hakimlərin və məmurların özbaşınalıqlarının qarşısını alaraq vergi sistemində qayda-qanun yaratmağa çalışması. Bəli, bu artıq doğru cavabdır. Biz hər ikisində görürük ki, hər iki hökmdar yerli hakimlərin, vilayət hakimlərinin özbaşınalığına qarşı mübarizə aparıb, onların qoyduqları qanunsuz vergiləri ləğv edib və beləliklə vergi sistemində qayda-qanun yaradıb. Hətta Həsən Padşah bilirsiniz ki, qanunnamə də qəbul edib. Digər cavablar da yanlışdır və gəlirik 78-ci suala. Təbriz şəhərinin Səfəvilər dövlətinin paytaxtı olduğu dövrə uyğun gəlir. Deməli, biz diqqətli olmalıyıq. Səfəvilər dövlətinin paytaxtı 2 dəfə dəyişib. Təbrizdən Qəzvinə, Qəzvindən də İsfahana. Deməli, biz elə bir hadisəni götürməliyik ki, Təbriz paytaxt olsun və Qəzvinə köçürülənə qədər, bilirik ki, onu Şah İsmaildən sonra Təhmasib eləyib. Deməli, biz burada nəzərdə tutmalıyıq. Bu hadisə böyük ehtimallı olacaq Şah 1-ci İsmailin dövründə baş verən hadisə olmalıdır. Baxırıq cavablara. Gülüstan qalasının ilk dəfə mühasirə alınması. Bilirsiniz ki, burada hələ İsmail Şah deyildi, şeyx idi. Yəni Səfəvilər dövləti hələ yaranmamışdı. Ağqonların Azərbaycandakı hakimiyyətə son qoyulması, Təbrizin tutulması məsələsidir. Orada da İsmailə biz şah demirik, yəni o tutandan sonra şah olub. Yəni dövlət dövrü deyil. Ona görə onu da çıxırıq. Təbrizin Azərbaycan taxtına çevrilməsi bilirsiniz ki, 13-14-cü əsrlərdir. Yəni Elxanilər dövrüdür. Bu ifadənin yaranması, meydana gəlməsi. Burada cavab dedir. Y-yə də baxaq. Təbriz şəhərinin bütün şərqdə memarlıq və rəssamlıq məktəbinə çevrilməsi. Bu da yeni Elxanilərin dövrüdür. Ona görə bu da olmaz. Doğru cavab burada dedir. Bəli, Zəngi çayı sahilində yeni şəhərin, yəni Rəvan qalası, sonradan İrəvan şəhərinin salınması bilirsiniz ki, Şah İsmailin dövründədir. Ona görə də onda da paytaxt Təbriz idi. Ona görə cavab dedir. 79-cu suala gəlirik. Azərbaycanın 15-ci əsrin ikinci yarısı tarixinə aid deyil. Deməli, burada 4 hadisə uyğun gəlməlidir. Biri yanlışdır. Burada yəni yanlışa baxaq. Həmən burada yanlış deməli C-dir. Niyə görə? Çünki burada oxuyuruq ölkədə güclü və vahid dövlətin olması. 15-ci əsrdə ümumiyyətlə vahid dövlət Azərbaycanda olmayıb. 15-ci əsrin birinci yarısında və ikinci yarısında bir müddət Qaraqoyunlu və Şirvanşahlar olub. 15-ci əsrin ikinci yarısında daha sonra Ağqoyunlu və Şirvanşahlar olub və daha sonra da 15-ci əsrin ikinci yarısında xüsusən də sonlarından başlayaraq Səfəvilər də mübarizəyə başlayıb hakimiyyət uğrunda və beləliklə 15-ci əsrdə biz vahid dövlətdən danışa bilmərik. Və olmadığı üçün cümlə təbii ki, yanlışdır. Ona görə də doğru cavab C-dir. Digər ifadələr 15-ci əsrin ikinci yarısına uyğun gəlir. 80 sayılı suala baxırıq. Qaraqoyunlu və Səfəvi dövlətlərinin heç birinə aid deyil. Yəni, elə bir cümlə seçməliyik ki, nə Qaraqoyunluya aid olsun, nə də Səfəvilər dövlətinə. Misir Məmlük dövləti ilə hər ikisi həmsərhəd olub. Azərbaycan dilinin inkişafına hər ikisi qayğı göstərib. Tiflis şəhərini öz tərkibinə daxil edib Səfəvilər. Kür çayından cənubdakı torpaqları öz hakimiyyəti altında birləşdirmişdi hər ikisi. Ağqoyunluların Azərbaycanda hakimiyyətə son qoyulması məsələsi isə Ərdəbil hakimliyinə və yaxud Şeyx İsmailə aiddir.
Ona görə də dövlət olduğuna görə də biz bunu götürə bilmərik. Ümumiyyətlə Qaraqoyunlara da aidiyyəti yoxdur. Ona görə doğru cavab burada 7. Davam edirik. 81 sayılı sual. Uyğunluğu müəyyən edin. Şirvanşahlar dövlətindən fərqli olaraq. Yəni biz burada aşağıda verilmiş dövlətlərin hansının Şirvanşahlardan fərqini doğru olduğunu tapmalıyıq. Məsələn, Şirvanşahlar dövlətindən fərqli olaraq Sacıoğullar 9-cu əsrin ikinci yarısında mı meydana gəlib? Xeyr. Hər ikisi eyni həmən o dövrdə meydana gəlib. Və yaxud Şirvanşahlar dövlətindən fərqli olaraq Elxanlı dövləti daha uzun müddətmi mövcud olub? Əlbəttə xeyr, tam tərsinə. Bu Şirvanşahların fərqidir Elxanilərdən. Qaraqoyunlu dövləti Şirvanşahlardan fərqli olaraq Səfəvilərə qarşı mübarizə aparıbmı? Hər ikisi mübarizə aparıb, oxşarlıqdır. Cəlalilər dövləti 15-ci əsrin əvvəllərində hakimiyyət uğrunda mübarizə aparıb, hər ikisi aparıb, yenə oxşarlıqdır. Bəli, cavab burada Y-dir. Çünki bəli, Eldənizlər dövləti Şirvanşahlardan fərqli olaraq Oğuz türklərinin bütün Azərbaycanın fəthindən sonraki dövrdə yaranmışdı. Yəni 11-ci əsrdə bilirsiniz ki, Səlcuqlar Azərbaycanın fəth edir və məhz Eldənizlər Səlcuqların fəthindən sonra yaranmış dövlətdir. Amma Şirvanşahlar həmən fəthdən əvvəl yaranıb. Davam edirik. 82 sayılı sual. Sxemi tamamlayan cavabı müəyyən edin. Deməli, sual Albaniya dövlətidir və 7-ci əsrə aid olan boşluğunu tapırıq, o ifadəsini tapırıq. Biri verilib ərəb xilafətin hücumlarına məruz qalması, ikincisini tapmalıyıq. Deməli, o baxırıq cavablara. A cavabı ərazisinin ərəblərlə Xəzərlər arasında müharibə meydanına çevrilməsi. Bəli, bu elə cavab budur. Bilirsiniz ki, 7-ci əsrdə Ərəb-Xəzər müharibələri Azərbaycan torpaqları uğrunda başlayıb və məntiqlə düşünməlisiniz ki, əgər 7-ci əsrdə Azərbaycan torpaqları uğrunda bu iki dövlət savaşıbsa, o dövrdə şimal torpaqlarımızda hansı dövlət var idi? Əlbəttə ki, Albaniya var idi. Deməli, Albaniyanın ərazisi uğrunda da mübarizə gedirdi demək doğrudur. Digər ifadələrə baxsaq, şimaldan gələn yadelli hücumları tamamilə son qoymaq mümkün deyil. Bərdə şəhərinin ərəb idarəsi ilə mərkəzin çevrilməsi bu Albaniya süqut edəndən sonra, yəni 8-ci əsrdən sonra mümkündür. Yerli hökmdarın hakimiyyətinə son çatması da o da 8-ci əsrdən sonra mümkündür. Əhalisinin böyük əksəriyyətinin ərəblərdən ibarət olması təbii ki, mümkün deyil. Aydın məsələdir bu da. Və gəldik 83-cü suala. Uyğun bəndi müəyyən edin. Oxşar cəhəti tapmalıyıq. Ərdəbil hakimliyi ilə Səfəvilər dövlətinin arasında oxşarlığı tapmalıyıq. Və burada cavablara baxırıq. Yalnız dini təbliğatla məşğul olaraq siyasi hakimiyyət uğruna mübarizə aparılması. Xeyr. Bilirik ki, yalnız dini siyasətdən 15-ci əsrə qədər dini təbliğlə məşğul olurdu Ərdəbil hakimliyi. 15-ci əsrdən artıq hakimiyyət uğruna mübarizə aparmağa başlayıb. Bu ifadə yanlışdır. Qaraqoyunluların təzyiqinə məruz qalmaları, aydın məsələ ki, Qaraqoyunlular 16-cı əsrdə yoxdur və Ağqoyunlu Rüstəm Padşah tərəfindən təqib edilmələri və ona qarşı mübarizə aparılması, bəli, bu da Səfəvilər dövləti dövründə yoxdur. Ərdəbil hakimliyinə aid ola bilər. Və Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması, bu da Səfəvilər dövlətinə aiddir, Ərdəbil hakimliyinə aidiyyəti yoxdur. Və cavab burada Y-dir. Bəli, həm Ərdəbil hakimliyi, həm Səfəvilər dövləti Şirvanşahlar dövlətinə qarşı mübarizə aparmışdır. 84-cü suala gəlirik. Deməli, Azərbaycanın Araz çayından şimaldakı torpaqlarının orta əsrlər tarixinə aiddir. Elə burada doğru cavab A-dır. Bəli, burada aşağıda xəritədən də gördüyünüz kimi Şirvanşahlar Kürdən şimaldakı torpaqları əhatə etdiyinə görə məntiqlə Qəbələni də, Dərbəndi də özünə neyiniyib, birləşdirib. Ona görə cavab A-dır. Burada Baharlı sülaləsi ona görə olmaz ki, onlar dövləti cənubda yaradıb. Sacıoğlu dövləti də cənubda yaranıb. Şah İsmail tərəfindən vahid dövlətin tərkibinə birləşdirilməsi ilk dəfə. Ümumiyyətlə Şah İsmail birləşdirməyib, bilirsiniz ki, bunu Sacıoğullar edib. Xürrəmlər hərəkatının mərkəzinə çevrilməsi, bilirsiniz ki, o cənubdadır. Bəz qalası Ərdəbil yaxınlığında olduğuna görə. Ona görə bir daha deyirəm, cavab burada A-dır. 85 sayılı suala baxırıq. Deməli, maraqlı bir sualdır. Xəritədə ərazisi ulduzla işarələnmiş dövlətin Azərbaycanla bağlı siyasətinə aiddir. Burada ulduzla işarələnmiş Osmanlı ərazisidir. Və baxırıq burada Osmanlı 16-cı əsrin birinci yarısı və 18-ci əsrin birinci yarısı Azərbaycanla bağlı yürütdüyü siyasəti tapırıq. Deməli, 16-cı əsrin birinci yarısında artıq Bayandurlular yox idi və Şərqi Anadoluda deməli Osmanlıların əsas rəqibi ola bilməz. O dövrdə, yazılan dövrdə əsas rəqibi Səfəvilər idi. Deməli, bu ifadə yanlışdır. A yanlışdırsa, bir A yanlışdırsa, deməli D-ni silirik. Bax, burada görürsünüz, bunlar getdi, qaldı A ilə C-nin arasında. Və Azərbaycanda möhkəmlənə bilməyib geri çəkilməsi, bəli, bilirsiniz ki, Azərbaycan tutub sonra geri çəkilmişdilər. Təbrizi misal üçün orada göstərilir. Və C də düzdür, çünki ərazilərini ələ keçirərək öz sərhədlərini şərqə doğru genişləndirmək istəyirdilər. Deməli, bir BC olmalıdır. Bu tərəfə baxırıq. Səfəvi dövlətinin paytaxtı Təbriz şəhərini ələ keçirməsi mümkün deyil. Çünki 18-ci əsrin birinci yarısında artıq paytaxt İsfahan idi. Deməli, burada A-nı, 2-də A-nı da silirik. Görürsünüz, deməli, burada cavab A-dır.
Amma burada da B niyə səhvdir, onu da gəlin izah eləyək. Çünki diqqətlə oxuyun, işğal etdiyi Azərbaycan torpaqlarından Səfəvi komandanı Nadir Şahın, görürsünüz Nadir Şah olmaz, Nadir xan olmalıydı, yanlışdır. Və burada da cavab C-dir. Azərbaycan torpaqlarının bir hissəsini işğal edərək Cənubi Qafqazda möhkəmlənməyə çalışırdı. 1BC, 2C olur. A cavabı doğru cavabdır. 86 sayılı suala gəlirik. Verilmiş əsrlərə aid uyğunluğu müəyyən edin. 12-13-cü əsrlər, 16 və 18-ci əsrlərdən bəhs olunur. Burada cavab deməli nə olacaq? 1-2-də deyir ki, yəni ki 12-13-cü əsrdə deyir ki, daxili çəkişmələr Avropa dövlətlərinin şərqi gücləri zamanı aparılan uzun müddətli müharibələr Azərbaycan dövlətlərinin tənəzzülünə səbəb olmuşdu. Xeyr, 12-ci əsrdə bilirik ki, Eldənzilər dövlətinin yaranmışdı və tənəzzül etməmişdi hələ ki və güclü bir dövlətdir. 13-cü əsrdə də Elxanilər dövlətidir və Elxanilərdə də elə bir deməli Avropa dövlətlərinin şərqə yürüşü nəticəsində zəifləmədən söhbət gedə bilməz. Ona görə də biz burada 1 ilə 2-ni götürməyimiz doğru olmaz. Azərbaycan torpaqlarının böyük bir hissəsinin Monqol əsilli sülalə tərəfindən idarə olunması 2-3, yəni 13-cü əsrdə bəli Elxanilər saymaq olar. Amma 16-cı əsrdə Səfəvilər dövləti təbii ki Monqol əsili deyil. Xarici müdaxilə nəticəsində müstəqil dövlətçiliyə son qoyulması 3-4, deməli 16-18-ci əsrdə 18-ci, yəni burada heç birində müstəqil dövlətçiliyimizə son qoyulmayıb. 1-3, 12-13-cü əsrlər, deməli yox, 12-16-cı əsrlərdə təsərrüfatın, elm və mədəniyyətin tərəqqi etməsi, bəli, bu doğru cavabdır. Həm Eldənzilərin dövründə, həm Səfəvilərin dövründə bunlar baş verib. 1-4, 12 və 18-ci əsrdə bütün torpaqlarımızı uzun müddət vahid dövlət halını birləşdirən yeni dövlətin yaranması 12-də bəli, Eldənzilər yaransa da uzun müddət sayılmaz. Amma 18-də də ümumiyyətlə birləşdirən dövlət yoxdur. Ona görə də lap Nadir Şahı da nəzərdə tutsanız, o zaten qısa müddət yaşayıb o dövlət, ona görə də mümkün deyil. 1-3, yəni burada 4, yalnız 4, C cavabı doğru cavabdır. 87 sayılı suala gəlirik, uyğunluq gözlənilmişdir. Deməli, burada cavab birbaşa deyək ki, C-dir. Qız qalası inşa edilmişdir. Yardımlıda bilirsiniz ki, yardımlı İsmaili, Bakı və Zaqatalada qız qalaları var. Ona görə cavab C-dir. Təbii ki, digər ifadələr yanlışdır. Niyə? Çünki Əl-Kürkiyə Bərdədə yerləşirdi. Şamaxı şəhəri Kür-Araz arasında yox, Kürdən şimalda yerləşir. Qazaka eradan əvvəl 1-ci min əvvəllərində paytaxt ola bilməz. İzirt ola bilər. Albaniya dövləti Makedoniya İskəndərə qarşı üsyan nəticəsində yox, İskəndərin imperiyasının dağılmasından sonra yaranıb. Bu da mümkün deyil. Deməli, gəldik 88 sayılı suala. Dövlət fərmanlarında onun da möhürünün olması nüfuzundan xəbər verirdi. Saray xatunun diplomat qadın kimi formalaşmasında onun da müəyyən təsiri var. Verilmiş xüsusiyyətlərinə aid olduğu tarixi şəxsiyyətə aid digər xüsusiyyəti müəyyən edin. Yəni, burada söhbət Canbəyəm xatundan gedir və Canbəyəm xatuna aid olan bu nə ola bilər? Ağqoni dövlətin qadın sultanı bu Saray xatundur. Osmanlı dövlətinin Azərbaycan tutmasının qarşısını almışdı. Bu da Saray xatunun fəaliyyətinə ola bilər. Əmir Teymurun yürüşlərinə qarşı dövləti qoruyurdu. Əmir Teymur məsələsi Qara Yusifdədir. Amma Canbəyəm xatun Qara Yusifdən sonra hakimiyyətə gəlmiş. Cahanşahın dövründə olub, ona görə olmaz. Dövləti bir müddət az yaşlı oğlu idarə edirdi, adından idarə edirdi. Bu da Şahbikəyə aiddir. Və cavab burada Y-dir. Bəli, qonşu bəyliklərlə, yəni Ağqoyunlu bəyliyi ilə əlaqələr qurmuş və münasibətləri qaydaya salmağa çalışmışdı. 89 sayılı sual, mətn sualıdır. Mətndən aydın olur ki, Gənc Şah, burada söhbət o cənub torpaqlarında yeni dövlət yaratdı. Burada məlum olur ki, bu Şah İsmayıldır. Şah İsmayıldan fərqli olaraq deyir Nadir Şah şərqi ölkələrinə yürüş. Çünki hər ikisi şərq ölkələrinə yürüş edib. Nadir Şahın yürüşünün fərqli nəticəsi nədir? Əlbəttə ki, böyük Moğol dövlətini məğlub edərək zəngin xəzinəsinə sahib oldu. 90 sayılı sual, Səfəvilər dövlətinin 16-cı yüzillik və 18-ci yüzillik tarixinə aid oxşar cəhətdir. Misir Məmlük dövləti 18-ci əsrdə artıq yox idi. Rus işğalına qarşı 18-də mübarizə aparıb, 16-da yoxdur. Azərbaycan dilinin ortaq ünsiyyət dilinə çevrilməsi məsələsi o Səlcuqların dövrüdür. Osmanlı qoşunlarının tutduqları əraziləri tərk etməyə məcbur etməsi. Bəli, burada doğru cavab D-dir. Qızılbaş tayfalarının dövlət idarəsindəki əhəmiyyətini itirməmişdilər. Ona görə də həm 16-cı əsrdə, həm 18-ci əsrdə Qızılbaş tayfaları dövlət idarəsində mühüm yer tuturdular. Elə nümunə olaraq Nadir xan Əfşarı göstərmək olar. 91 sayılı sual, Alban memarlığının nadir nümunələrindəndir və Amazonkaların yaşadığı bir
Qaladan gedir söhbət. Burada əlbəttə ki, cavab Pəri qalasıdır. 92 saylı sual, bu da asan sualdır. Qədim dövrdə kənd tipli yaşayış məskənləri ilk dəfə qurulmuşdu əkinçilər tərəfindən. 93-cü sual, hadisə nəticə əlaqələrinin müəyyən etmək lazımdır. Əmək alətlərinin təkmilləşməsi dövlətləşmə prosesini gücləndirdi mi? Bəli. Eradan əvvəl 1-ci minilliyin birinci yarısında Makedoniyalılar ola bilməz. 3. İranzunun vilayət hakimlərinin tabe etməsinin nəticəsində mi dövlət yarana bilər? Əlbəttə ki, xeyr. İranzudan əvvəl artıq dövlət var idi. 4. Tayfaların yeni otlaqlar əldə etməyə çalışması nəticədə müxtəlif tayfalar arasında toqquşmalara, müharibələrə səbəb olurdu. 4, yəni 1-4, Y cavabı doğru cavabdır. 94 sayılı sual. Albaniyanın orta əsrlər paytaxtına çevrilmiş şəhərin ərazisini müasir xəritədə müəyyən edin. Burada bilirsiniz ki, Bərdədir. Bərdə də 3-dür. 4 Gəncədir, 5 Naxçıvan, 2 Şamaxı, 1 də Bakı. C cavabı doğru cavabdır. Və gəldik 95 sayılı suala. Şəhərlərin quruluşu haqqında deyilənlərdən biri yanlışdır. Bu bizim dərs vəsaitimizdə də var bu sual. Deməli, burada nədir cavab? Şəhərlərin Narınqala adlanan hissəsində əkinçiliklə məşğul olanlar yaşaya bilməz. Şəhəri idarə edənlər, şəhər adlı sanlı ailələri yaşaya bilər. Amma təbii ki, əkinçiliklə məşğul olanlar şəhərin mərkəzində yaşamaz. Onlar şəhərdən kənarda yaşayırdılar daha çox. Ona görə cavab D-dir. Gəldik 96 sayılı suala. Bu da xəritə sualıdır. Xəritədə rəqəmlərlə verilmiş hər üç dövlətə aid oxşarlıqdır. Deməli, 1 burada Ağqoyunludur, 2 Şirvanşahlardır, 3 Osmanlıdır. Deməli, Ağqoyunlu, Şirvanşahlar və Osmanlı. Biz indi bunların oxşarlığını tapmalıyıq. Elə A cavabı doğru cavabdır. Bilirik ki, Səfəvilərə qarşı Şirvanşahlar da, Ağqoyunlular da, Osmanlılar da mübarizə aparıb. Deməli, gəlirik açıq suallarımıza. 97-ci sual, xronoloji ardıcılı müəyyən edin. Xəzər xaqanlığı yaranması 7-ci əsr, Xürrəmlər hərəkatının başa çatması 9-cu əsrin birinci yarısı, Şirvanşahların yaranması 9-cu əsrin ikinci yarısı, Rəvvadilər dövlətinin yaranması 10-cu əsr. Deməli, burada ardıcılıq necə olacaq? 1, 2, 4, 3. 98 sayılı sual, 18-ci yüzilliyin birinci yarısına aid deyil. Deməli, 1. Qızılbaş tayfalarının dövlət idarəsində mühüm yer tutması. Bəli, tuturdular. Bu deməli aiddir. Səfəvi dövlətinin xanlıqlara bölünməsi əlbəttə yanlışdır. Əfşarlar dövlətinin dağılması nəticəsində xanlıqlar yaranıb. 3. Səfəvi qoşunlarının komandanı təyin edilən Nadirin əfqanları işğal etdikləri Azərbaycan torpaqlarından qovması. Burada iki məsələ var. Birincisi, Nadir komandan təyin ediləndən sonra yox, komandan təyin edilmədən əvvəl əfqanları ölkə ərazisindən çıxarıb, qovub və özü də Azərbaycan torpaqlarından yox. Düzdür, bunu biz kitabda tam görməsək də, amma cümlə niyə yanlışdır? Bir daha deyirəm, çünki Nadir komandan təyin ediləndən sonra yox, komandan təyin edilmədən əvvəl əfqanları ölkə ərazisindən çıxarıb, işğal etdikləri torpaqlardan. 2-3, Əfşarlar dövlətinin Azərbaycan adlı əyalət yaradılıb, bu doğrudur. Rus işğalçıları da torpaqlarımızdan çıxarılıb. 2-3, burada doğru cavabdır. 99 sayılı sual, uyğunluq pozulmuşdur. Deməli, Şeyx Heydərin döyüşdə həlak olması nəticəsində Səfəvilərə rəhbərlik etməyə başlamışdır. Şeyx İsmail Xeyr, onun böyük qardaşı, kitabda da deyildiyi kimi, deyir, onun böyük oğlu onu əvəz eləyir, daha sonra Şeyx İsmail, ona görə burada pozulub. 1. Səfəvi Osmanlı müharibələrinin gedişində Osmanlı işğalından azad edilmişdi Təbriz, bəli, bu pozulmuyub. Deməli, Şah 1-ci İsmaildən sonra Səfəvi dövlətinin paytaxtı köçürülmüşdü Təbrizdən İsfahana yox, Qəzvinə. Ona görə bu da doğru cavabdır. Yəni pozulub burada uyğunluq. 3 və 15-ci əsrin əvvəllərində diqqətli olun. Azərbaycanda hakimiyyət uğruna mübarizə aparan qüvvələrdən biri qızılbaşlar ola bilməz. Çünki qızılbaşlar Şeyx Heydərin dövründə adlanmağa başlayıblar. O da 15-ci əsrin ikinci yarısıdır. Ona görə də biz burada D-ni də 4-ü də götürürük. 4 pozulub və 18-ci əsrdə Azərbaycanda mövcud olub müxtəlif xırda dövlətlər, yəni xanlıqlar. Burada da uyğunluq pozulmuyor. 1, 3, 4 doğru cavabdır. 100-cü suala gəlirik. Uyğunluq sualı. Hülakülər dövləti və Osmanlı dövləti. Şərqdə Xorasandan qərbdə indiki Suriyaya qədər olan ərazilərə əhatə edirdi təbii ki, Hülakülər. 15-ci yüzillikdə Venesiya ilə müharibə aparıb Osmanlılar. Mərkəzi vilayətin Azərbaycan olması, bu Hülakülərdə gördük bunu və paytaxtı da Təbriz idi. Avropada bir sıra fətihlər həyata keçirib. Bu da təbii ki, Osmanlıdır. 1AC, 2BD. Beləliklə, əziz şagirdlər, MC3 sınaq imtahanının tarix fənni üzrə suallarını birlikdə təhlil etdik.
Ümid edirəm ki, bu izahlar sizə həm mövzuları daha yaxşı mənimsəməkdə, həm də növbəti sınaqlarda və qəbul imtahanında daha uğurlu nəticə əldə etməkdə kömək olacaq. Unutmayın, hər sınaq bir təcrübədir və səhvlər öyrənmək üçün bir fürsətdir. Özünüzü daim inkişaf etdirməyə davam edin və öyrəndiklərinizi tətbiq etməkdən çəkinməyin. Uğurlar arzulayıram və növbəti video izahlarla görüşmək ümidi ilə Hilal kursları olaraq hər zaman yanınızdayıq. Sağ olun, salamat qalın.